Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Nahmeduhu ve nestainuhu ve nu'minu bihi ve netevekkelu aleyh ve nestağfiruhu ve netubu aleyh ve nusalli ve nusallimu ala habibihi ve necibihi ve fi hayratihi fi halqih hafız sirrih ve mübelliğ risalatih seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed ve ala alihil etyebinel etharinel muntecebin siyema bakiyetillahi fil arzin. وصل على أئمة المسلمين وحماة المستضعفين وهداة المؤمنين أوصيكم عباد الله ونفسي بتقوى الله. قال الله تبارك وتعالى في كتابه الكريم من الذين هادوا يحرفون الكلم عن مواضعه ويقولون سمعنا وعصينا واسمع غير مسمع ورائنا ليا بألسنتهم وطعنا في الدين ولو أنهم قالوا سمعنا وأطعنا واسمع وانظرنا لكان خيرا لهم وأقوم ولكن لعنهم الله بكفرهم فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا. Salam əziz və dəyərli müminlər, özümü və sizləri ilahi təqvaya dəvət edirəm. İnşallah Allah bu cümə gününün ehtiramına hamımızı Əmir əl-Müminin Əli əleyhissalamın təqvasından bəhrələndirsin inşallah. Mənim bugün bu cümə xutbəmin birinci mövzusu Yahudilərin, Bəni İsrailin Qur'an-ı Kərimdə zikr olan xüsusiyyətləridir. Bildiyimiz kimi Yahudilər qədimi millətlərdən hesab olunur. Həzrəti Peyğəmbərimizdən öncə İsa Peyğəmbər, ondan öncə isə Ulul Azm Peyğəmbər olaraq Həzrəti Musa Peyğəmbər gəlmişdir. Və Yahudilərin Həzrəti Musa əleyhissalamla Qur'an-ı Kərimdə müxtəlif mövzularda, xüsusən etiqadi və hidayəti mövzularda bəhsləri və çox cəncallı söhbətləri vardır. Birinci xüsusiyyəti ki, mədəni və ictimai olaraq bu xüsusiyyətə işarə eləyirəm. O bundan ibarətdir ki, Qur'an-ı Kərimdə Allah Teala Yahudiləri Allahın kəlamını dəyişən, təhrif edən, öz xeyirlərinə dəyişən bir qovum, bir tayfa kimi yad edir. Və bu oxuduğum ayədə Allah Teala onları belə yad edir. Minəl-ləzīnə hadu, yəni Yahudilərdən o kəslər, bəziləri o kəslər ki, Yahudilərdən idilər, yuharrifunəl kəlimə an məvazihi. Tövratda olan bəzi kəlmələr, bəzi ayələr ki var idi, onları öz yerindən dəyişirdilər, öz xeyirlərinə dəyişirdilər. Və yəqulunə səmi'nə və əsəynə vəsmə qayrə musmin və ra'inə ləyyən bi əlsinətihim. Və onlar deyirdilər Peyğəmbərə ki, bizim Peyğəmbərə, deyirdilər ki, biz eşitdik və əsəynə, amma qəbul etmədik sənin bu dediklərini. Vəsmə qayrə musmə, sən bizi eşit, amma biz səni
eşitməyəcək. Və ra'inən ləyyən, bizi axmaq yerinə qoyma və ya bizi axmaq elə. Belə bir dildə belə bir kəlmə istifadə edirdilər. Və ta'anən fiddin, və onların bu sözü dinə bir tənə idi, dinə bir lağ idi, bir işğal idi. Və ləv ennəhum qalu səmiyyənə və ətəunə, əgər onlar desələr idilər ki, biz səni eşitdik və itaət etdik, vəsmə, sən də bizi eşit, vənzurna ləkanə xeyrən ləhum, və bizə möhlət ver, düşünək, hidayət olmaqda, bu onlar üçün daha xeyirli olardı. Və əqvəmu, və lakin daha paydar olardı o bunlar üçün. Və lakin la'nəhumullahu bi kufrihim, lakin Allah onların bu küfrünə görə onlara lənət eləsin. Fələ yu'minunə illa qalila, onlar iman gətirmədilər məgər onlardan az bir dəstələri. Bu ayənin özü işarə eləyir ki, onlar Allahın hökmünə itaət etmədilər. Onlar Allahın kəlamı ki, Tövrat idi, onlara nazil olmuşdu. Həzrəti Musa əleyhissalam zamanından Tövratın kəlmələrini, sözlərini başladılar dəyişməyə, özləri bildiyi kimi təfsir etməyə, açıqlamağa. Və Qur'an-ı Kərimdə Tövratda gələn bəzi sözlərdən biri də Həzrəti Rəsulullahın xüsusiyyətləri idi. Həzrəti Rəsulullahın sifətləri idi ki, onu qəbul etmədilər. İkinci xüsusiyyət olaraq Qur'an-ı Kərimdə zikr olunur ki, Yahudilər onu qəbul etmədilər və bu xüsusiyyət Qur'an-ı Kərimdə onlar üçün yad olur, haqqı gizlətmələri idi. Və bu mövzuda Allah Teala buyurur: "Ellezine ataynahumul kitabe ya'rifun kema ya'rifun abna'ahum." Peyğəmbərə xitabən buyurur ki, o kəslər ki, onlara kitab verildi, yəni Yahudilərə, ya'rifunehu kema ya'rifun abna'ahum. Onlar səni tanıyırdılar, necə ki öz evlatlarını, öz uşaqlarını tanıdıqları kimi səni tanıyırdılar. Hətta Yahudilərin əvvamları belə Yahudi alimlərindən eşitmişdilər ki, belə bir peyğəmbər gələcək bu xüsusiyyətdə, bu sifətdə. Və Qur'an buna işarə eləyir ki, onlar tanıyırdılar səni, necə ki öz evlatlarını tanıdıqları kimi. Və innə fəriqən minhum ləyəktumunəl haqqə və hum ya'lamun. Və onlardan bir dəstəsi başladı neynədi? Haqqı gizlətməyə, bir halda ki, onlar haqqı bilirdilər. İnsanın bədbəxtçiliyi orasındadır ki, haqqı gizlədir, haqqı qəbul etməməkdən əlavə haqqı gizlədir. İmam Sadiq əleyhissalamdan soruşurlar ki, Yahudilərin avvamları ilə bizim avvamlar arasında fərq nədir? İmam Sadiq əleyhissalam belə bir cavab verir ki, Yahudilərin avvamları öz alimlərinə ki aldanırdılar, öz alimlərin xüsusiyyətlərini bilirdilər nədir? Bilirdilər, onlar qısa bir bəhriyə görə, az bir rüşvətə görə, az bir ləzzətə görə haqqı gizlədirlər. Onları tanıyırdılar. Amma bizim əvvamlar bəzi vaxt görürsən ki, həqiqətən avvamdılar və haqqı düşünmürlər. Amma onlar haqqı bilirdilər, Həzrəti Rəsulullah haqqında eşitmişdilər öz tövratlarında, öz kitablarında və alimlərini də tanıyırdılar ki, bu alimlər necə rüşvətxordular və necə, belə deyək, az bir bəhriyə görə haqqı, həqiqəti satacaqlar. Bunu bilə-bilə yenə neynirdilər? Onları qəbul edirdilər və odur ki, onlar cəzalanacaqlar. Digər xüsusiyyət ki, Yahudilərin Qur'anda ictimai və mədəni xüsusiyyətlərinə işarə eləyir, onların
şərafət tələb etməsidir, özlərini hamıdan üstün bilməsidir. Və Qur'an-ı Kərim bu haqda buyurur ki, qalətil yəhudu və nəsara və nəhnu əbnaullah və əhibbauh. Buyurur ki, yəhudilər və xristiyanlar dedilər ki, biz Allahın evlatlarıyıq və ona ən yaxşı, onun sevdiyi insanlarıq. Belə bir iddiaları var idi. Hətta yəhudilər haqqında var ki, onlar deyirlər, biz odda əzab çəkməyəcəyik məgər bir neçə gün. Və Allah cavablarında buyurur ki, məgər siz Allahla əhdimi bağlayıbsınız ki, Allah sizi bir neçə gün əzablandıracaqdır. Siz odda əzab çəkəcəksiniz təbii ki, Allahla belə deyək, əhd bağlamayıbsınız. Və odur ki, bunlar həmişə özlərini hamıdan üstün tutmağa çalışırdılar və haqqı bilə-bilə gizlədirdilər və özlərini o hamıdan üstün bilirdilər. Və Allah Peyğəmbərə deyir, onlara cavabında belədir, قُلْ فَلِمَ يُعَذِّبْكُمْ بِذُنُوبِكُمْ بَلْ أَنْتُمْ بَشَرٌ مِمَّنْ خَلَقَ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ. Əgər doğrudan da siz günahlarınıza görə cəzalandırılacaqsınızsa, bəs nə üçün Allah sizin günahlarınıza görə cəzalandırır? Əgər siz doğrudan da günahlarınıza görə cəzalanmayacaqsınız, bəs nə üçün Allah sizi cəzalandırır? Xeyr, siz də onun yaratdığı insanlardan birisiniz, siz də bəşərsiniz. Allah istədiyini bağışlayar, istədiyini isə cəzalandırar. Bu Allahın onlara konkret cavabıdır ki, nöqtəni qoyur ki, siz heç kimsiniz və bu gün dünyada da həqiqətən görsənir ki, onlar heç kimdilər. Bu digər xüsusiyyət idi ki, Qur'an-ı Kərim onların bu xüsusiyyətinə işarə edir. Dördüncü xüsusiyyət olaraq Qur'an-ı Kərim onların bu xüsusiyyətinə işarə eləyirdi ki, onlar həmişə əhdi, peymanı sındıran dəstə idilər. Onlar həmişə bağladıqları, verdiyi bir sözü heç vaxt tutmurdular, əhd, peyman sındırırdılar. Qur'an-ı Kərimin Bəqərə surəsinin 83-cü ayəsində Allah Teala buyurur ki, وَإِذْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ لَا تَعْبُدُونَ إِلَّا اللَّهَ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَقُولُوا لِلنَّاسِ حُسْنًا وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِنْكُمْ وَأَنْتُمْ مُعْرِضُونَ. Allah Teala buyurur, biz o zaman ki, yadına getir ya Resulallah, o zaman ki biz Bəni İsraillə əhd bağladıq, peyman bağladıq, Allahdan başqasına ibadət etməyin, valideynə ehsan edin, qoxuma, qələvəyə, yetimlərə, miskinlərə və onlarla gözəl danışın, namazı bərpa edin, zəkat verin. Axırda nə oldu? Allah buyurur, ثُمَّ تَوَلَّيْتُمْ. Sonra onlar bu əhdlərdən, bu peymanlardan üz çevirdilər. Üz çevirdilər, ثُمَّ تَوَلَّيْتُمْ إِلَّا قَلِيلًا مِنْكُمْ. Məgərin ki, onlardan az bir dəstə üz çevirmədi. Qalilən minkum və antum mu'rizun. Bir halda ki, deyir, onlar üz çevirdilər. Və bu ayələr onların iç üzlərini gətirir, ortaya çıxarır və bugün biz müasir dünyada da görürük ki, dəfələrlə Qəzza məsələsində atəşkəs neyniyibdi, atəşkəs bağlanıbdı dəfələrlə və yenə görürsən atəşkəsin sabahı bir günü bir daha Qəzzəyə hücum oldu. Livanla atəşkəs bağlanır, görürsən sabahı bir günü bir də hücum olundu. O dəfələrlə bugün də sübut olunur ki, Qur'an-ı Kərim ilahi bir kitabdır və əbəs yerə buyurmur. Bugün də onların xüsusiyyətlərini, o zamanki xüsusiyyətlərini bugün də bizim üçün aşkar eləyir. Beşinci əhd və peyman ki, beşinci xüsusiyyət ki, Qur'an-ı Kərim onlar üçün zikr eləyir, o budur ki, onlar hər cür zülmə və cinayətə mürtəkib olurdular. فَبِمَا نَقْزِهِمْ مِيثَاقَهُمْ وَكُفْرِهِمْ بِآيَاتِ اللَّهِ وَقَتْلِهِمُ الْأَنْبِيَاءَ. Onlar əhd peyman sındırmaqdan əlavə peyğəmbərləri belə öldürürdülər. بِغَيْرِ حَقٍّ. Bir halda ki, özləri haqq deyildilər. Haqqı olmaya peyğəmbərləri qətl edirdilər və qavlihim qulubuna qulf. Onlar deyirlər ki, bizim qəlblərimiz doludur.
Allah buyurur, sizin qəlbiniz dolu deyil. Bəl təbəəllahu əleyha. Bəlkə Allah sizin qəlblərinizə özü möhür vurub. Fələ yu'minun illa qalila. İman gətirmirdilər, məgər az bir hissəsi. Və mən bu birinci xütbəmdə onların axır bir neçə xüsusiyyətlərinə də işarə edim. 6-cı xüsusiyyət olaraq Allah Teala Qur'an-ı Kərimdə buyurur, onlar peyğəmbərlərə azar edirdilər, əziyyət edirdilər peyğəmbərlərə. Həzrəti Musa əleyhissalamın Səf surəsinin 5-ci ayəsidir, məşhur ayələrdəndir. Həzrəti Musa əleyhissalam onlara belə xitab eləyir və Qur'an bizə bu cür nəql eləyir və izqalə Musa li qavmihi. O zaman ki, Həzrəti Musa əleyhissalam öz qovumuna dedi, ya qavmi limə tu'zunəni, niyə mənə əziyyət eləyirsiniz, ey mənim qovmun və qəd ta'ləmun ənni Rasulullah iləykum. Siz bilirsiniz ki, mən peyğəmbərəm, mən Rasulullaham. Fələmmə zəğəzə Allahu qulubəhum vallahu lə yahdil qavməz zalimin. Onlar haqdan döndükləri zaman Allah da onların qəlblərini döndərdi, çevirdi. Onlar bir halda ki, peyğəmbərə əziyyət eləyirdilər. Allah fasik qovmu doğru yola heç vaxt yönəltməz və hidayət etməz. Digər xüsusiyyət ki, Qur'an-ı Kərim onlar üçün bizə Qur'anda nəql eləyir. O budur ki, Qur'an-ı Kərim buyurur ki, onlar yer üzündə həmişə fəsad eləyirdilər və yəsəvnə fil ərzi fəsadən vallahu lə yuhibbul mufsidin. Onlar həmişə yer üzərində çalışırdılar, fitnə, fəsad çıxardılar ki, Allah fəsad eləyənləri sevmir. Bunların xüsusiyyətlərini Qur'an-ı Kərim belə deyək, tək-tək bizə bəyan eləyir. Bu ayələrin hamısı tək-tək təfsirə ehtiyacı var. Sadəcə söhbətimiz cümə olduğundan mən bunları titirvari işarə elədim. Və bugün mənə izləyənlər, qulaq asanlar görəcəklər ki, bu xüsusiyyətlər bugün müasir dövrdə də hamısı bir-bir uyğun gəlir. Və digər xüsusiyyətlərdən biri də buydu ki, onların cəhaləti və bəsirətsizliyi idi. Onlar həmişə atdığı addımları ya inat, ya cəhalət, ya bəsirətsizlik üzündən addımlar atıblar və bu mövzuda Allah Teala bu ayəyə işarə eləyir. Ləqəd əxəznə misaqə bəni İsrail və ərsəlnə iləyhim rusulən kulləmə cəəhum rəsulun bimə lə təxfi ənfusuhum fəriqən kəzzəbu və fəriqən yəqtulun. Biz bəni İsrail oğullarından əhd aldıq və onlara peyğəmbərlər göndərdik. Hər dəfə onların nəfslərinə, xoşlarına gəlməyən, onlara görə bəyənmədikləri bir peyğəmbər gəldikdə, onların bir qismi onu yalancı saydılar, bir qismini yalancı hesab elədilər, bir qismini isə öldürdülər. Bu da bunların cəhalətsizliyi idi, uzaq görənlikləri yox idi. Fəqət nəfsləri nə istəyirdi, onu qəbul eləyirdilər. Başqa bir şeyi onlar qəbul eləmirdi və odur ki, bugünkü müasir dünyada da onların bədbəxtçiliyinə səbəb onların xüsusiyyətləridir ki, 1400 il bundan qabaq Qur'an-ı Kərim onların Qur'an nazil olmamışdan qabaq xüsusiyyətlərini bizə nəql eləyir. Və odur ki, Allah Teala bu şər qovmun şərrindən bizləri qorusun. Əlbəttə ki, bir iman gətirən bir hissəsi istisna olur həmişə ayələrə diqqət etsək. İnşallah Allah Teala bu şər qovmun şərrindən bizləri, İslam ümmətini qorusun. İnşallah Allah Teala İslam ümmətinə güc və izzət versin inşallah. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd, Allahus səməd, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan əhəd. Allahümmə salli alə Muhammedin və ali Muhammed.
Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Habibi kulubina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve alihi ve ala alihi l-etyebin l-etharin l-muntecebin siyyama aliyyin emiril muminin ve siddiqati tahireti Fatimeti Zehra seyyideti nisa'il alemin vel Hasani vel Husayn seyyidi şebab ehlil cenneh ve Ali ibn Husayn ve Muhammed ibn Ali ve Cafer ibn Muhammed ve Musa ibn Cafer ve Ali ibn Musa ve Muhammed ibn Ali ve Ali ibn Muhammed ve Hasan ibn Ali vel halefel qaimel mahdi eccelallahu teala faracehu'ş şerif hocacike ala ibadike ve umenaike fi biladike ve salli ala eimmetil muslimin ve humatil mustazafin ve hudatil mu'minin usikum ibadallah ve nefsi bi takvallah. Aziz müminler, özümü ve sizleri ilahi takvaya davet edirəm. Qalallahu tebarek ve teala fil kitabil kerim. Bismillahirrahmanirrahim. Ve iz ahazna misaq bani İsrail la ta'budun illallah ve bil valideyni ihsana ve bizil qurba vel yetama vel mesakin ve qulu linnâsi husna ve aqimus salat ve atuz zakat thumme tevelleytum illa qalilan minkum ve antum mu'rizun. Bəqərə surəsinin 83-cü ayəsi Yahudilərlə Allah arasında olan əhd peymanı bizlərə nəql eləyir. Bu əhd peyman bir sıra qayda və qanunlardır ki, bunlar Yahudilərdən də başqa həm xristiyanlara, həm biz müsəlmanlara aiddir. Bu əhd və peymanlar ki, Allah deyir, mən Yahudilərlə bağladım. Birincisi bundan ibarətdir. La ta'budun illallah. Heç vaxt Allahdan başqasına ibadət etməyin. Və bil valideyni ihsana. Ata-anaya, valideynə yaxşılıq edin. Və zil qurba. Qohumlara, yaxınlara yaxşılıq edin. Vəl yetama, yetimlərə yaxşılıq edin. Yetimlərin haqqını yeməyin. Vəl məsakinə, miskinlərə yaxşılıq edin. Və qulu linnâsi husna, cəmatla rəftarda onlara gözəl söz deyin, onları acılamayın. Və əqimus salətə, namazı ictimai şəkildə bərpa edin, cəmatla qılın. Cümədə qılın, namazı diri saxlayın. Və atuz zəkatə, Allah mövzunun maddi bəxmına da işarə eləyir. Deyir ki, zəkatınızı da verin. Sümmə təvəlləytum illa qalilən minkum və antum mu'rizun. Deyir, mən bu əhd və peymanları bağladım. Bunlardan, bu əhd peymandan çoxları üz döndərdilər, məgər az bir dəstə və antum mu'rizun, bir halda ki, çoxları üz döndərdi. Bu ayədə Allah Teala 7 əhd, 6 əhd peymana işarə eləyir və keçid eləyir o biri ayəyə və orada 7-ci əhd peymana işarə eləyir. Deyir ki, və iz əxəznə misaqəkum lə təsfikunə dima'əkum. Deyir, o zaman biz sizdən əhd aldıq ki, bir-birinizin qanınızı tökməyin. Və lə tuxricunə ənfusəkum min diyarikum. Öz yaşadığınız torpaqlardan, öz evlərinizdən bir-birinizi çıxartmayın, qovmayın, çıxartmayın. Bu ayələrin
nazil olma səbəb və mənalarına biraz işarə eləsək, tarixi olaraq bəyan eləsək, Yahudilərin Peyğəmbər zamanında Bəni Qureyzə və Bəni Nəzir iki tayfası yaşayırdı. Və eyni zamanda Peyğəmbər zamanında Xəzrəc və Ovz tayfaları var idi ki, bu iki tayfa da müşrik idilər. Amma Yahudilər Allaha pərəstiş eləyənlər idi. Bunların Bəni Qureyzə Ovz tayfasından əhd peyman bağlayır ki, bizə hücum olsa siz kömək eləyin, sizə hücum olsa biz kömək eləyək. Bəni Nəzir də Xəzrəc tayfasından qərardat bağlayır ki, sizə bir ziyan gəlsə biz köməkçiyik və bizə ziyan gəlsə, hücum olsa siz köməkçiyik. Bir müşrik ərəb tayfası Xəzrəc, bir Yahudi tayfası Bəni Nəzir. Bunlar birləşdi. Müqabilində bir Bəni Qureyzə tayfası ki, Yahudi tayfası idi, bir də Ovz tayfası ki, müşrik ərəb tayfası idi. Bunlar bir-birinin müqabilində başladılar döyüş və cəng eləməyə, qan tökməyə. Quran buna işarə eləyir ki, biz sizlə əhd bağladıq, qan tökməyin. Qan tökdülər, bir-birini öldürdülər, döyüş etdilər və bir-birini evlərindən çıxartdılar, didərgin elədilər, evlərindən qovaladılar. Allah bunlara işarə edir. Biz sizlə əhd bağladıq ki, bu işləri görməyəsiniz. Və bu gün də Qəzzada əgər görürük ki, Yahudi, Siyonistlər cinayət törədir, bunun mənası nə anlama gəlir? Bu, onların zatında var idi o zamandan. Ovz, Xəzrəc sonra müsəlman oldu, tövbə elədilər. Onlar yenə hidayət oldular, amma bunlar hidayət olmadılar. Allah ona işarə eləyir ki, bir-birinizi evinizdən çıxartmayın, qan tökməyin və in ya'tukum usara tufaduhum. Əgər əsir düşsə bir-birinizdə fidyə verin, əsirləri azad eləyin. Bu iki tayfa burada, bu iki tayfa da bu tərəfdə bir-birindən mübarizə elədilər, bir-birindən əsir götürdülər. Ara sakitləşdikdə bu Yahudi tayfaları gəlib bir-birindən oturduqda, bu fikrə düşürdülər ki, əsirlərimizi azad eləyək. Yığışırdılar, pul verirdilər, əsirlərini azad eləyirdilər. Ki, bu gün də Qəzza ilə, Livandan, Suriyada düşən əsirləri necə ki, azad eləmək istəyirlər, onlar başlayırlar azad eləməyə əsirləri. Bu əhd və peyman içərisində yalnız əsiri azad eləməyə diqqət eləyirdilər. Qalan hamısını ayaq altında qoyurlar, heç birini qəbul eləmədilər. Summa əqrərtum və əntum təşhədun. Allah buyurur, biz sizlə ki, əhd bağladıq, siz bu əhdi iqrar elədiniz, qəbul elədiniz, sonra da şəhadət verdiniz bu əhdə. Summa əntum hailay təqtuluna ənfusakum və tuxricuna fəriqən minkum min diyarikum. Bu əhddən sonra da yenə başladınız bir-birinizi öldürməyə, bir-birinizin yaşaydığın evinizdən bir-birinizi diyarınızdan çıxartmağa və təzahvaruna aleyhim bil ismi vəl udvan. Günahda və düşmənçilikdə bir-birinizə kömək elədiniz. Bir halda ki, biz əhd bağlamışdıq bu köməkləri eləməyəsiniz. Və in ya'tukum usara tufaduhum və huvə muharramun aleykum ixracuhum. Fəqət əsirləri azad elədiniz. Amma bir-birinizi evinizdən çıxartdınız, bu evdən çıxartmaq bunlar haram olubdur sizə. Əfətu'minuna bi bəzil kitab və təkfuruna bi bəz. Siz Qur'anın ayələrinin bəzisinə əməl eləyirsiniz, bəzisinə əməl eləmirsiniz. Belə olmaz. Fəmə cəzau mən yəfəl zəlikə minkum illə xizyun fil həyatid dünya. Allah çox sərt şəkildə buyurur ki, belə elədiyiniz halda bilirsiniz cəzasınadır. Bu dünyada və axirətdə zəlil olmaqdır. Və yevməl qiyaməti yuraddu ilə əşəddul əzab. Bu dünyada zəlil olacaqsınız. Necə ki, bugünkü zəlilsiniz. Və yevməl qiyaməti yuradduna ilə əşəddil əzab. Və qiyamət günü də şiddətli əzaba düçar olacaqsınız. Sizi elə bir əzab tutacaq ki, səsiniz hər bir yeri götürəcəkdir. Ulaikəllezine işterul hayatad dunya bil axirat. Bunlar o kəslərdir ki, neynədilər? Ticarət elədilər, dünyanı axirətə satdılar. Fəla yuxaffəfu anhumul azabu və la hum yunsarun. Bunların heç vaxt əzabı yüngülləşməyəcək və bunlara heç vaxt kömək olunmayacaq. Bu
bu hadisələr idi. Və biz bir neçə bu ayələrdən bu gün üçün uyğunlaşdırıb bir neçə məsələni istifadə edirik. Biri bundan ibarətdir ki, Qur'anın, kitabın Allah buyurduğu kimi bəzisinə inanırdılar, bəzisinə inanmırdılar. Hansı ki, özlərinə xeyir eləyirdi, onu götürürdülər. Məsələn, əsir əzad etmək. Amma o ki, gəldi bir-birlərinin evinizdən bir-birinizi qovalamayın, o zaman nə edilər? Onu eləyirdilər. Bu gündə nədir? BMT qanunlarına, insan hüquqlarına, hansı ki, özlərinə xeyir eləyir, özləri tapdalanda insan hüquqları ortaya çıxır. Hansı zaman ki, bunların xeyrinə olur, heç bir qanunu qəbul etmirlər. Bu, onların bir xüsusiyyətidir. Və Qur'an-ı Kərimdə Allah Teala ümumiyyətlə insanların diri qalmaq üçün bir məsələni proqramlaşdırır. Və o gün Yahudilərə buyurdusa, bu gün bu ayələrin nəticəsi biz müsəlmanlar üçündür. Birinci deyir, əgər ey millətlər, ey insanlar, ayaqda qalmaq istəyirsinizsə, sizin söykənəcəyiniz yalnız Allah olmalıdır. Elə bir varlıq olmalıdır ki, o heç vaxt aradan getməyə. Özü işarə eləyir, lə təbudunə illallah. Yalnız Allaha ibadət eləyin. Sizin birinci söykənəcəyiniz, diri qalmaq istəyirsinizsə, millətlər, insanlar, budur yolu. İkinci bundan ibarətdir ki, bir-birinizlə həmişə əlaqə yaradın. Və bil valideyni ehsana və zil qurba və qululin nasi husna. Cəmaatla gözəl danışın, gözəl rəftar eləyin. Cəmaatla əlaqə əvvəl evin içindən başlayır, ata-anaya ehtiramla gəlir, qoxum qələbəyə, miskinə, əsirə, sonra deyir ki, cəmaatla gözəl rəftar eləyin. Dinindən və millətindən asılı olmayaraq, əgər ayaqda qalmaq istəyirsinizsə, gözəl rəftar eləyin. Bir-birinizdən ictimai bağınız olmalıdır. Və üçüncü şey ki, bu ayələrdən istifadə olunur, o məsələnin mali tərəfidir. Və atuz zəkata, ayaqda qalmaq istəyirsinizsə, nədir? Zəkatınızı verin, ödəniş eləyin. Zəkat, yəni bir növ zəkat vermənin öncəsi nədir? İşlə məşğul olun, işinizi görün, qazanın, mallarlıqla məşğul olun, əkinlə məşğul olun ki, o dünyaya, o zamana aid, bu zamandakı mühüm ticarətlə məşğul olun, zəkatınızı verin. Zəkatınızı versəniz, ayaqda qalacaqsınız. Nə üçün insanlar sükut eləyir? Sükut etməyin, belə deyək, səbəbləri nədən ibarətdir? Bir millət nə üçün batır, bataqlıqda qalır? Qur'an buna da işarə eləyir. Birinci, daxili keşməkeşliklərdir. Daxili keşməkeş səbəb olur bir millətin, bir tayfanın sükut etməyinə, aradan gedib məhv olmağına. Necə ki, bu İran döyüşü öncəsində bunu İran daxili etməyə başladılar. Və həmçinin məxməli inqilablar zamanı biz bunu gördük. Məxməli inqilablar zamanı daxili keşməkeşlər başladı. Amma bunu İran kimi ölkələrdə nədir? Yerinə yetirə bilmədilər. Daxili keşməkeşliklər nədir? Bir millətin sükut və bataqlığına aparır. Quran buna işarə edir. Lə təsfiqunə dima'əkum və lə tuxricunə ənfusəkum min diyarikum. Bir-birinizin qanınızı tökməyin, bir-birinizi evdən çıxartmayın. O zaman Yahudilər zamanında başqa, belə deyək, onlara aid məsələlərdə idi. Bu gün də insanlara bunu deyir ki, heç vaxt vətən satan olmayın. Vətən satsanız çökəcəksiniz. Bu birinci bir amildir. Digər tərəfdən də o amil ki, Qur'an qeyd eləyir, o bundan ibarətdir ki, bir millətin sükut etmə səbəbi budur ki, qanunların bəzisinin icrasında var, icra edirlər, bəzisini icra etmirlər. Qanun qanundur, xüsusən də ilahi qanunlar gərək hamısı icra ola. Əgər bir hökumətdə, bir dövlətdə qanunlar icra olursa, o heç vaxt bataqlığa getmir. Qur'an-ı Kərim işarə eləyir. Əfətu'minunə bi bəzil kitab və təkfurunə bi bəz. Siz Yahudilərə xitabən deyir, kitabın, Qur'anın bəzisinə iman gətirirsiniz, bəzisinə iman gətirmirsiniz. Və bu ayədən istifadə olunur ki, gərək qanunlara əməl ola ki, o hökumət, o millətlər süquta
uğramaya və həlak olmaya. Və inşallah Allah Teala bizim müsəlman ümmətinə, ölkəmizə Allah həmişə ayaqda qalmaq nəsib eləsin. Allah həmişə qalib eləsin. Allah həmişə müvəffəq eləsin. Allah həmişə ədalətli hökumətlərdən qərar versin inşallah. Vəssalamu aleykum cəmiən və rəhmətullahi və bərəkatuh. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şaniyaka huvel abtar. Sadaqallahul aliyyul azim. Allahümme salli ala Muhammedin ve ali Muhammed.